Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Selamun aleyküm. Hər vaxtınız xeyir olsun. Bizim ailə mühitində uşaqların tərbiyəsi mövzusunda bəhslərimiz var idi. Bir neçə bəhs bu barədə danışdıq. İndi isə istəyirik növbəti bəhsi başlayaq. Yenə də əvvəldə keçmiş bəhslərdə olan əsas kəlmələrə yenə də biz işarə eləmək istəyirik ki, dedik, insan müxtəlif mühitlərdə tərbiyə olunur, formalaşır. Dedik ki, onlardan birincisi ailə mühitidir və ən şiddətli, ən əsası və birincisi ailə mühitidir. Əlbəttə, kitabın bəhsi 4 mühitdir ki, onların birincisi ailə mühitidir, ikinci təhsil mühitidir, üçüncüsü dostluq mühitidir, dördüncüsü iş mühitidir ki, insan bu mühitlərdə tərbiyə olur. Biz birincisindən bəhsimiz birincisi idi, yəni ailə mühitində uşaq əsas mühitdir və ən şiddətli məhəbbət bu mühitdə yaranır. Xülasə, birinci bəhsimiz ailə mühitində olan tərbiyədən söz gedirdi. Ki, dedik, bu mühitdə də ən güclü məhəbbət yaranır və hər bir şeyə məhəbbət yaransa, o məhəbbətdən insanda qeyrət də yaranır ki, insan öz məhəbbəti altında olan şeylərə, sevdiyi şeylərə, öz qüdrəti altında olan şeylərə hifz eləsin, onları məsələn qorumaq yaransın, qorumaq gücü yaransın və istək yaransın. Biz bunu bəhs edirik və ondan başqa yollar da biz kitab əsasında zikr edilir ki, Allah Taala insanı hidayət etmək üçün, tərbiyə etmək üçün neçə dənə başqa yollarda qoyur. Bunlardan biri bu idi ki, görmək və eşitməkdir ki, barəsində bəhs elədik. Neçə günlərdir biz bəhs edirik, tərbiyə barəsində danışırıq. İndi isə istəyirik tərbiyəni biz tərif edək. Çünki hər bir şey tərifindən məlum olar ki, nə barəsindədir, nə demək istəyir, biz nəyi başa düşməliyik. Tərbiyəni belə tərif ediblər ki, əxlaqı baxımından əlbəttə, həm də mərifət baxımından, həm əxlaqı baxımından düz gəlir bu tərif. Bundan ibarət ki, tərbiyə, yəni bizim dillə desək, bir şəxsə rəftar və danışıq qaydaları verməkdir ki, o həyatının hər bir anında o şeylərdən istifadə eləsin. Yəni, biz bir şəxsə bir cür rəftar qaydalar, bir cür danışıq qaydaları veririk ki, o şəxs hər yerdə, hər hansı bir işi olsa, həyatın hər bir dönəmində onlardan istifadə edir. Buna deyirlər tərbiyə. Yəni, insan əgər ona öyrədilən tərbiyə, danışıq, rəftar qaydalarından istifadə eləsə, ona deyirlər ki, o tədricən o öyrəndiyi şeylər onun nəfsində, ruhunda mələkiyə çevirirlər. Yəni, artıq onun ruhuna hopar, rəftar, həyat tərzinə çevirilər. Nəticədə o şəxs illər keçməsi ilə elə o cürdə formalaşır. Belə halda deyərlər ki, filan mürəbbi tərbiyələnən deyirlər, mürəbbi ərəbdir. Filan mürəbbi, filan uşağı və yaxud da filan kəsi tərbiyə elədir. Bir dənə burada bir nöqtə var tərbiyə mövzusunda. Çünki biz tərbiyənin tərifini dedik ki, şəxsə həm rəftar, həm danışıq qaydaları öyrətmək ki, tədricən o şəxs onlara əməl eləməklə o öyrənilən şeylər onun ruhunda mələkə olsunlar. Bunun tərifi bu cür oldu. Burada bir dənə nöqtə var ki, tərbiyə elə həmişə yaxşıdır, yoxsa pis tərbiyə də var. Bəhs budur ki, elə icmal olaraq, müxtəsər olaraq budur ki, tərbiyə də bir bölgədən iki yerə bölünür. Biri bəyənilən tərbiyədir, biri isə qəbih və pis tərbiyədir. Bunlar elə bir çətin bir şeylərdir, insan özü başa. Sadəcə bizim bəhs əsasında bunları bölür. Həsən və bəyənilən gözəl tərbiyə hansılardan ibarətdir? Buyurur ki, ağıl baxanda bəyənə və dinlə baxanda bəyənə. Bu o yerdə mümkündür. Şəxsin əxlaqı, ədəbi davranışı bir cürdür ki, ağıl baxanda ki, qəbul edir ki, heç dinimizlə baxanda qəbul edir. Yəni, buna dini baxışdan da bir müsbət cavab gələr. Yəni, şəxsin rəftarında baxanda təkcə əqli baxışdan yox, həm də dini baxışdan da göstərilən şeylər özünü göstərir. Buna deyirlər ki, bu şəxsin rəftarı və əxlaqı və tərbiyəsi gözəl tərbiyədir. Bunun qabağında əlbəttə indi bəyənilməyən tərbiyə də var ki, onun barəsində danışmağa ehtiyac yoxdur. O, ərəblər demişdir, günün ortasında, gündüzün ortasındakı günəş kimi açıq aydındır ki, daha çox fasid əxlaqlardan söz gedir ki, bu daha çox təşkil edir, yəni cəmiyyətin daha çoxunda bunu çox təəssüf olsun görmək olur. Odur ki, Quran özü də buna təsir edir. Çünki Quran buyurur ki, insanların çoxu kafirdir, çoxu
fasiqdir, çoxunun haqdan xoşu gəlmir və ilaxır. Bəli. Nəticədə biz başa düşdük ki, tərbiyə budur ki, biz bir şəxsə bir şeylər veririk ki, o şəxs danışıq və rəftar qaydaları o ömrünün hər mərhələsində, hər anında onlardan istifadə edir. Bu olur tərbiyə. Dedik ki, tərbiyədə iki yerə bölünür. Bəyənilən tərbiyə və bəyənilməyən tərbiyə. Bəyənilən tərbiyə bu oldu ki, şəxsin ağlı baxışdan və dini baxışdan rəftarı və danışığı və insanlarla olan münasibəti bəyənilən olan. Bu dedik ki, bəyənilən tərbiyə deyil. Bəli, uşağı necə tərbiyə eləmək mövzusunda dedik ki, bundan qabaqki suallar biz dedik ki, ruzi baxımından birinci, ikinci dərslərdə biz buna işarə edirik ki, ruzi baxımından bəzən gəlirlər, soruşurlar ki, biz uşaqlarımızın necə ruzisini təmin edək? Orada bir sual var. Orada cavab verildi ki, əgər uşaqlarımız Allah dostu kimi tərbiyə olunsalar, Allah öz dostlarını az qoymaz. Bu sualı verən şəxslərə alimin də cavabı olur ki, əgər indi ki, sən bu yaşa gəlib çatmışsan, Allah dostusan, Allah sənin ruzunu kəsməyir. Əgər uşaqları da bu cür böyüsün, Allah onların da ruzusunu kəsməyir. Orada o cür cavab verildi. Buradakı sual ikinci sualdır ki, uşaqlarımızı necə tərbiyə eləyək ki, həm ağlı baxışdan, cinsiz şəxs da olsa, ağlı baxışdan baxın, məsələn, ağlı var da, ağlı yerindədir. Ya bu iş düz işdir. Doğruluq, ədalətli olmaq. Ağlı başdan düzdür da, hər kəs ağıllı olar. Ədalətli olar daha doğrusu. Həm də dini baxışdan, dini göstərişlər nədir? Düz gələk. Uşaqlarımızı necə belə tərbiyə edək? Alim cavab verir ki, biz qabaq zamanlarına işarə elədik ki, insan, bir valideyn əgər istəyir uşaqlarını tərbiyə eləsin, burada gərək Allahın insanları tərbiyə eləmək üçün göndərdiyi şeylərə iqtida eləyə, onlardan yapışa. Mən vəllə bilmirəm ki, nə yaxşıdır, nə pisdir. Valideynlər hardan bilir nə yaxşıdır, nə pisdir. Düzdür, ədalət umumi olaraq, kulli deyirlər. Çox umumi olaraq bilir ki, ədalət yaxşıdır. Yaxşı, nələr ədalətlidir? Hansı şəxs adil şəxs sayılır? Bəlkə mən səhv edirəm. İnsan fitrət əlbəttə bunları dərk edir, indi düz yadda məsələn. Və nələr zülümdür, nələr pisdir. Bu dini baxışdan bəzi şeylər bizim ağlımıza düz gəlmir. Ona görə də hansı şəxsə alim demək olar, adil daha doğrusu demək olar, deyir, Allahın insanı tərbiyə eləməsi üçün göndərdiyi şeylər. Valideynlər, hansı valideyn istəyir uşaqlarını tərbiyə eləsin ki, ağıl da bəyənsin, din də bəyənsin, Allahın göstərdiyi və göndərdiyi şeylərdən yapışsın. Elə olan halda o uşaqların istədiyi kimi tərbiyə eləyə biləcək. Nöqtələrdən biri də budur ki, valideynlər ən çox hansı vasitələrdən istifadə eləsin? Yaxşı, bir valideyn istəyir uşaqlarını tərbiyə eləsin. Və bunu da bildi ki, Allah nə deyir, gərək onlardan yapışsın, o vasitələrlə uşaqları tərbiyə eləsin. Amma hansı yollardan daha çox bəhrə apara bilər? Ondan qabaqki bəhsdə dedik ki, Allah Teala Quranda buyurur ki, biz insanı qarışıq sudan yaratdıq. Onu imtihan eləyirik. Ona görə də onu eşidən və görən olaraq xəlq elədik. Bu cür yaratdıq. Bunun bəhsi oldu. Yəni, o ayə sanki bunu çatdırmaq istəyirdi ki, insan eşitmək və görmək vasitəsilə daha çox tərbiyə olur. Bəhs valideyn ilahi uşaqları tərbiyə eləmək yolunda, ilahi maarif onlara çatdırmaq üçün, ədəbli bir insan yetişdirmək üçün ən çox istifadə elədiyi şeylər uşağının eşitməsi və görməsi vasitəsilə Allah Teala özü Quranda bunu bizə göstərir. Bəs valideyn əgər istəyirsə ki, uşağını tərbiyə eləsin, Allahın dediyi kimi eşitmək və görməkdən daha çox istifadə eləməlidir. Bəli, növbəti bəhsimiz bunun üzərində və bir qədər uzundur və axırıncı bəhsdir. Biz bunun üzərində dayanırıq. Buyurur ki, rəftar qaydaları vasitəsilə uşaqlar necə hidayət eləmək olar? Necə onları daha doğrusu tərbiyyət eləmək olar? Əxlaqlı eləmək olar, ədəbli eləmək olar. Burada buyurur ki, biz dedik ki, uşaqları tərbiyələmək iki yolla mümkündür bizə. Eşitmək və görmək olur. Yaxşı, vaxtımız azdır, fürsətimiz azdır. Və yaxud da elmimiz yoxdur. Bu ikisinin arasında ən çox hansına daha çox diqqət eləmək lazım? Hansı daha çox təsir olur? Buyurur ki, görmək. Birinciyə dil eşitməyə deyirlər, nə? Deyirlər ki, zəban məqal deyirlər. Lisan-ı məqal deyirlər. Danışıq dili.
Birinci hissə hansıdır? İkinci hissə hansıdır? Görməkdir. Zəbanul hal deyirlər. Lisanul hal deyirlər. Yəni görmə dili. Bir də istilahdır. Lisan hal deyirlər, zəban hal deyirlər, hal dili və məqal dili, danışmaq dili, danışıq dili. Hansı da buyurur ki, görmək. Görməyin daha çox övləbiyyəti var. Dəlillər nədir? Əgər biz başqa bir bizə sabitdir. Bu bir nöqtədir ki, görməklə insan daha çox hidayət olar. Bu bizə elə dini mərifimizdən gəlir. Dini mərifimizdən gəlir. Həzrət Peyğəmbər sallallahu İbn Abbas, Abdullah ibn Abbas, Həzrət Peyğəmbər sallallahu nəql edir ki, bir dəstə gəldilər, soruşdular ki, ya Rasulallah, kimlərlə oturmaq daha xeyirlidir? Kimdən duraq ki, xeyir olsun, bizə heç bir zərər yetişməsin, ədəbimiz yerində olsun, əxlaqımız yerində olsun. Xulası xeyir də, indi zehnə gələn hər bir şey. Peyğəmbər sallallahu cavab verir ki, mən yuzəkkirukumullaha ru'yatuh və yazidu fi ilmikum məntiquh və yuraqibukum fil axirəti əməduh. Bir də balaca hədis deyir Peyğəmbər sallallahu. 3 şaxəsi var. İkisi görməyə aiddir, biri isə eşitməyə aiddir. O eşitməkdə də görmə cəmbəsi var, tərəfi var, cəhəti var. Buyurdu ki, Peyğəmbər sallallahu o şəxslərlə oturub durun ki, onları görmək sizə Allahı xatırladar. Yəni bizim haqqımız yoxdur. Yəni biz bir sual vermişik kimlərlə oturub durmaq barəsində. Peyğəmbər sallallahu onlardan bizə xəbər verib. Bir növ onları bizə tərif edib, göstərib. Yəni tərifdə indi ərəb dili bilənlər və yaxud da eşidənlər hər halda bilir. Bir cins var və bir də fəsil deyərlər. Məsələn, insan tərifində deyəndə ki, insan nədir? Deyir ki, insan canlı, ərəb dilləri heyvanın natiq deyirlər. Heyvan canlı, natiq edir ki, düşünən mənasında burada. Nitqin iki mənasında. Biri danışmaqdır, biri düşünmək. İndi burada canlılıq insanın cinsidir. Umumidir. Düşünən isə onun fəslidir. Hər biri bir şeyi uzaqlaşdırır. Biri daxilli, bütün canlılar daxil. İnsan canlıdır. Təkcə insan canlıdır. Yox, başqaları da daxil oldu bura. Fəsl isə xaric edir. Necə? Nə qədər düşünməyən var, hamısı çıxdılar bu tərəfdən. İnsan canlıdır. Bütün canlılar gəldi insan zehninə. İnsan bir də canlı. Canlı heyvan var, ağac var. Öz qüdrətində insanda, heyvanda canlı var da. Yəni həyatı var. Heyvan var, heyvanlar hansından danışır? Düşünən. Düşünən demən ta bütün düşünməyənlər çıxır. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm burada deyir ki, o şəxslərlə oturdur eləyim ki, onları görmək sizə Allahı xatırladar. Yəni bu məntuqdur bir sözlə desək. Bu odur ki, məfhumu nədir? Başqa mənası. Yəni o şəxsləri görəndə ki, Allah yaduza düşməz və yaxud da əksinə daha şiddətli. O şəxsləri görmək ki, sizə Allahı unutdurar. Onlarla oturmaq haqqınız yoxdur. Bu Peyğəmbərin sözüdür. Sözünün məfhumudur. Allahı sizə xatırladan şəxslərlə oturmaq lazım. Onda Allah deyən kimi olar. Bizə deyirlər, Allah özü Quranda deyir ki, ya eyyuhəl-ləzîne âmenû uzkurullâhe zikran kəsir. İman gətirənlər, Allahı çox zikr edin. Bəli. Bəs Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, nə var? Neynə? O şəxslərlə oturdur eləginən ki, onları görmək neynəsin? Sizə Allahı xatırlasın. Onların görünüşü sizə Allahı xatırladar. Bəs ən yaxşı şəxs o şəxsdir ki, mən onunla oturdur eləyə bilərəm, dostluq eləyə bilərəm, rəfaqat deyirlər, onunla eləyə bilərəm, olasa yoldaşlıq eləyə bilərəm. Onun çöhrəsi mənə Allahı xatırladar. Bu hansı tərəf işarə edir? Görmək. Kimdən oturdur eləyək? Görünüşü sizə Allahı xatırladar. Hidayətdən danışırıq və tərbiyədən danışırıq. Düzdür, hidayətdən yox, tərbiyədən danışırıq biz. Tərbiyədə dedi iki yoldur. Biri eşitmək yolu, biri görmək yolu. Hansı daha təsir edir? İki görmək yolu daha təsir edir. Peyğəmbər sallallahu əleyhi və səlləm burada bu hədisdə 3 şaxəli bir dənə hədis dedi balaca. İkisi görməyə aiddir, biri eşitməyə aiddir. Bu birinci sən dedi hara aid idi? Görməyə. Dedi onun görünüşü. Mən bir şəxsi görəndə mənə nəsə demir ki, mesela alimlərin hər birinə baxanda artıq onun üzü gözəldir, gözəldir, nuranidir, zahiri cəhətdən də. Artıq o kimisə maraqlandırmır. İnsan zaten qocalanda əksərən hamı düşür bir şəklə. Üz qırışır, rəng qaralır, görürsən, diş tökülür, xülasə. Amma alimlərin xüsusi nuraniyyəti var. Yəni onu kimsə dilində demir.
Əməlinə görə, rəftarına görə, elmiyyətinə görə. Ona görə də nə deyir? Peyğəmbər sallallahu əleyhi və səlləm burada dediyi, yəni görünüş cəhətindəndir. Kimlərlə oturub duraq? Görəndə Allah'a sizə, onun görünüşü sizə Allah'ı xatırladar. Onlarla oturub durmaq lazım. Bəs bu görməyə işarə edir. Yəni daha çox insanın tərbiyəsində əsər qoyan şeyə. İkinci hissəsi buyurdu ki, Həzrəti Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, danışığı sizin elminizi artıraq. Danışıq düzdür, danışıq belədir ki, eşitməklə. Mən oturmuşam, bir nəfər danışır və onun danışığından mən hər sahədə elmim artır. Elm burada mütləq gəlib də heç bir qeydi yoxdur ki, filan sahədə var. Əlbəttə ilahi elmlərin üstünlüyü var. Bizə əmr olunub ki, biz Allaha bənd olaq. Amma digər elmlərdə olsa heç bir problemi yoxdur. Elm yəni faydalı bir şeylərdir. Buyurdu ki, ikinci, onun danışığı sənin elmi artıraq. Bunun da bir dənə məfhumu var. Yəni, sənin cəhaləti artıracaq şəxslərlə bizim oturdurmaq eləmək haqqımız yoxdur. Heç xeyrimiz də yoxdur. Çünki soruşan nədir? Dedi, kimdən otursam xeyridir mənim üçün. Peyğəmbər burada xeyri insanları, o növləri deyək, xeyri insanların bölgüsünü deyək. Onu bizə çatdırır Həzrəti Peyğəmbər sallallahu əleyhi və səlləm. Bəs bir şəxslər ki, onların görünüşü bizə Allahı xatırladır. Bir şəxslər ki, onların danışığı mənim elmimi artırar. Bəs bundan qalanlar nətər? Yəni, bir şəxs mənə Allahı unutdurar. Və bir şəxs mənim cəhalətimi artırar. Mənim haqqım var bunlarla. Bəs xeyrini soruşdu. Bəs bunlar zərərlidir. Bu insanlar da zərərlidir. Axı incəyəcək ev yox. İncəyəcək qiyamət geri oturub, qiyamətlə Allaha cavab verəcək. Hər kəs bilsin ki, Allaha cavab verəcək. Əlbəttə, burada bir dənə nöqtə var. O da bundan ibarətdir ki, biz bəzi vaxtlar deyirik ki, bir şəxsi görəndə, ondan bir şeylər eşidəndə, hətta bunu deyirik. Burada düzdür ki, hədisin eşitmək tərəfi var. Onun danışığı sizin elminizi artıraq. Bəzi vaxtlar biz eşitməyin görülmə tərəfinə də işarə edirik. Necə? Deyirsən ki, gördüm düz danışırdı. Yəni, gördüm düz danışırdı. Necə? Danışıq, axı eşidilən şeydir. Necə mən gördüm ki, düz danışırdı? Yəni, deyir ki, onun danışığı o qədər açıq aydın və dəqiq idi ki, sanki doğruluğu və düzgünlüyü açıq aydın idi, görünürdü. Ona görə deyirik nədir? Ona görə deyirik ki, gördüm düz danışırdı. Bəs danışığın da bəzən görmə cəhəti olur. Bunlar hamısı işarət nəyə? İnsanın görünüşlə daha çox tərbiyə olunur. Əlbəttə, bu sözlərin hamısının bir dənə nəticəsi var. Yəni, belə deyil ki, biz ancaq görünüşdən danışaq, uşaqlar yaddan çıxın, tərbiyyətdən çıxın. Yox, bunların hamısı hədəfi var. Bunların hamısı boşdan deyilmir. Burada Həzrət qabaqda nə dedi? Dedi ki, nədir? Görünüşün daha çox əsəri var və təsiri var bir şəxsin tərbiyəsində, nə ki eşitmək. Həzrət Əleyhisselam bir də hədisi var bu barədə. Həzrət Əleyhisselam buyurur ki, lisanul hal əstəqu min lisanul məqal. Görmək halı, hal dili daha doğrusu, məqal və danışıq dilindən daha doğrudur. Baxaq cəmiyyətə. Baxaq görə kimin danışığında pis bir şey. Adətən elə ki, hər kəs danışır, yaxşı danışır. Danışıq daha çox əsər qoyar, yoxsa görmək? Görmək. Hamı yaxşı danışır. Hamı mümkündür ayədə danışır, Quran ayəsi. Hamı mümkündür hədisdə danışır. Hamı mümkündür başqa şeylər danışır. Hamı yaxşı danışır. Ondan biz bilirik ki, hər yaxşı danışan yaxşıdır, biləndir. Bəs bizim vəzifəmiz nədir? Görmək. Bizim hədislərimizdə də gəlib də zahirən ki, daha doğrusu atalar sözümüzdə var bu barədə ki, deyir, 100 eşit bir gör. 100 eşit bir gör. Yəni bu mənası nədir? Yəni bir dəfə görmək 100 eşitməkdən daha doğrudur, daha yaxşıdır, daha dəqiqdir. Bəs bunun özü də bir dənə dəlil deyil, öz atalar sözümüzdən ki, əlbəttə onlar da bir hədislərdən çıxmalı. Yəni görmək bu qədər əsərli deyil. İnsanın bir şeyi görməsi, ona şahid olması bu qədər əsərlidir. Bəs nəticə olaraq biz nə ilə gətiririk? Nəticə budur ki, hər bir şəxs istəyir ki, hər bir valideyn istəyir ki, öz uşaqların tərbiyə eləsin, gərək bilsin ki, onun zahiri qiyafəsi və görünüşü və çöhrəsi uşaqların tərbiyə olunmasında əsəri var. Gərək zahirinə baxasan. Necə görkürənlər? Kişinin bir kişi görünüşü var. Gündə məsələn bir numot çıxardarlar cəmiyyətə.
Bir gün şalvar cırıq-cırıq çıxır. Bir gün corablar artıq nə bilim bir həddə çatır ki, artıq yox ki, yox həddə çatır. Sanki corablar təcərrüdə çatır. Nə bilim müxtəlif şeylər ki, bizim öz cəmiyyətimizdə, bizim başqa cəmiyyətlərlə işimiz yoxdur ki, biz hər kəs öz cəmiyyətindən danışır. Hər kəsin uşağı öz cəmiyyətindən tərbiyə olunur. Xülasə müxtəlif şeylər indi saysın da indi mən saymaq istəmirəm də. Hamımız bilirik nələr. İndi biz nəməliyik? Bir şəxs istəyir uşağı ədəbli, tərbiyəli olsun. Allah deyən kimi. O öz zahiri görünüşünə diqqət eləmirsə nə olacaq? Allah istədiyi olmayacaq. Öz istədiyi olmayacaq. Ona görə də nə etmək lazımdır? Bilsin ki, hər bir valideyn ki istəyir. Uşağı tərbiyətli olsun, ədəbli olsun. Allah istəyən kimi olsun. Yəni zahirinə diqqət eləsin. Ki uşaq hər vaxt öz valideyninə baxır, onda gördüklərin götürür. Göz məsələn nə qədər bilmək göz gördüyündən şeylə uşaq. Qabaqda bəslər var da xülasə. Gördüyü üçün görmək daha çox əsər qoyur. Eşitmək yox. Məsələn, hamı valideyn görsən ki, oğlum, ay qızım məsələn, namaz qıl. Görsən, oğluna deyir, ay qızım, qızına deyir, məsələn, oğluna deyir, ay oğlum, dur namaz qıl. Amma özü namaz qılmıyor. Bunun təsiri olar? Yox. Amma bir şəxs özü namaz qılsın, övladına deməsə də ki, gəl namaz qıl, görəcək ki, övlad özü gəldi, möhrü qoydu, alnı qoydu səsliyə. O cür ki, mömin ailələrdə bu görükür. Burada bir nöqtə var. Bir yaxın da elə yüngülvari işarə elədim. Valideynlərin özünə diqqət eləməməsi nöqtəsi. Əlbəttə bu kişilərə aiddir. Qadınlara da hardasa aidiyyəti var. Bizim fikri bəhslərimizdə var ki, kişi özün qadına oxşatsa və qadın özün kişiyə oxşatsa, bu haramdır. Bəhsi var, fiqdə bunun bəhsi var. Hər bir kişi özün qadına oxşatsa, Allahın göndərdiyi, haram elədiyi şeylərə daha doğrusu mürtəkib olmaq ki, heç ona mürtəkib olur. Bundan əlavə öz uşaqlarının ilahi tərbiyəsinin qabağında alır. Çünki uşaq öz valideyninə baxanda, belə bir valideyninə baxanda nə olur? Buna ki, məsələn, təbiətində qoyulan, o fitrətində qoyulan ilahi məarif düzərmək, şaxələnə, inkişaf eləməyə və çiçəklənməyə əvəzinə, elə valideynə baxanda indi mən bəzi şeylərə üstünə işarə edib keçirəm də. Valideynə baxır, bunun şəhvəti qalır. Uşaq hələ bolluq yaşına çatmayıb, şəhvəti qalır. Uşaq şəhvətləri var. Və həmçinin analar, qadınlar. Onun üçün deyiblər ki, xanımlar gərək Allah deyib, qadınlara hicabı vacibdir. Çünki qadın örtünməlidir. Qadın örtünməlidir. Çünki qız uşaqları adətən analarına oxşayırlar geyimdə zatda. Adətən bu belədir. Anasında görmədiyin uşaq gələcəkdə geyinəni çətin olur. Nə qədər ailələri bundan dağılır. Anasında görməyib hicab indi gəlir. Əlbəttə əksi də olur, əksi çox az olur. Yəni qız uşağı anasına hicab görmür, özü hicab geyini çox azdır. Adətən əksəriyyət budur ki, anasında görməyib ona da çətindir. Nə qədər ailələr var. Nə qədər. Hamısı uşaqlıqda olan tərbiyənin zərərləridir ki, düzgün tərbiyə olunmayıb. Bəli. Və Peyğəmbər sallallahu da biz buyurdu ki, kimlərlə oturub duraq, dedi ki, o şəxslər ki, onun görünüşü sizə Allahı xatırladır, danışığı sizə sizin ilminizi artırar. Bəs bizim hər birimizin dedi ki, nöqtə budur ki, öz bəhsimizə qayıdaq ki, zahir çox əhəmiyyətlidir. Zahir, əlbəttə o qədər də biz şıx deyirlər də bizdə. Yəni, dəbdəbəli olmayaq ki, şöhrət tapa, gözə girə, bizdə də gözə girir filan kəs. Hamının gözü onda o cür yox. Nə ifrat, nə təfrid. Hər cəmiyyətin özünə uyğun olaraq. Nə ifrat, nə təfrid. Buna bəhs biz diqqət eləməliyik ki, əvvəl öz uşaqlarımıza təsiri var. Və Həzrət Əleyhisselamın Peyğəmbər sallallahu buyurdu ki, onların danışığı sizin elminizi artırar. Peyğəmbər sallallahu hədisi ilə. Bunu başqa cür təfsir eləmək istəyirsə, Həzrət Əleyhisselamın başqa bir rivayəti ilə biz bunu təfsir edə bilərik. Həzrət Əleyhisselam buyurdu ki, "Xeyru ixvanikum men da'aka ila sidqil maqal." Nə ilə? Bi sidqi maqali. Dedi, sizin ən xeyirli qardaşlarınız o şəxslərdirlər ki, burada da eşitməli şey görmə cəhətindən baxılır burada. Həzrət Əleyhisselam buyurdu ki, sizin ən xeyirli qardaşlarınız o qardaşlardır ki, öz doğru danışmağı ilə səni doğru danışmağa çəkər. Doğru danışır. İnsan hər kəsdən oturdur eləsə, onun rənginə bayılır.
Həzrət Əleyhisselam dedi, qəlb öz əhlinə meyliyər, bəli. Kim nə görsə ona. Yaxşı insan, yaxşı insana meyliyər. Pis insan da pis insana. Günahkar da günahkara meyliyər. Çünki bunların nəfsi baxışlar fərqli. Həzrət Əleyhisselam buyurur ki, ən yaxşı qardaş o şəxsdir ki, öz doğru danışması ilə səni doğru danışmağa çağırar. Bəs bunun görməli cəhdi var, ona işarə edir Həzrət Əleyhisselam. Yəni, yağ dediyim kimi. Doğru danışmaq eşitməli bir şeydir. Bəs məni dəvətləyən nədir? Dəvətləyən onda gördüyüm doğruluqdur. O doğru danışır, eşidirəm. Ondan gördüyüm nədir? Onda gördüyüm doğruluqdur. Doğruluq özü ki eşidilmir, dərk olunur. Zahiri əməllərlə və zihndə olan məhfullar. Bəs bu da həməndir. Bir gördüm, düz danışın. Danışanda axı eşidirəm, axı görənmirəm. Dedi, o qədər doğru danışır, qabaqda da işarə elədim. Ki, o qədər açıq aydındır ki, sanki bunun doğruluğu görünür. Mən də dedim, gördüm, doğru danışır. Bunların yenə də deyirəm, hamısının nəyi var? Bəhsi var. Müəllif buyurur ki, burada ayval deyinlər. Ayval deyinlər. Əgər istəyirsiniz ki, uşaqlarınız ədəbli, tərbiyəli olsun, onların tərbiyəsində diqqətli olun. Nə ki, onların qabağında yalan danışmayın ki, heç balaca da olsa yalan danışın. Həmişə düz danışın. Bu ki, heç, bu öz yerində. Öz doğru danışmağınızla onları doğruluğa çağırın. Uşaq birinci kimdən öyrənir? Kəlmə anasından öyrənir. Cümləni atasından, anasından öyrənir. Rəftarı atasından, anasından öyrənir. Valideyn özünə baxmayır. Dini göstərişlərə riayət eləmir. Ağıl baxışına bəyənilən şeylər eləmir. Heç nə eləmir. Uşaq kimi oxşamalıdır. Valideyn oxşayacaq. Bəs hər kəs istəyir uşağı doğru danışır. O doğruluq bir şeydir ki, hər kəs üçün fitrətdə olan bir şeydir bu. Elə bir insan yox ki, doğruluqdan xoşu gəlmir. Hamı doğruluğu xoş deyir. Hər sən özü yalancı da olsa. Yalancıya gəl bilsin ki, sən çox doğru danışan xoşuna gələcək. İnsaf olsa deyəcək ki, sözdən xoşum gəlir, amma qəbul eləyəmirəm. Çünki mən yalancıyam. Amma çoxlar deyəcək ki, yox, yaxşı sözdür bu arada. Amma yalancının özdən desin, sən yalancını qəbul eləməz. Çünki bilir yaxşı şeydir. Amma bilir yalancıdır. Amma bilir yaxşı şeydir, abraparan şey qəbul eləmir. Ona görə də buyurur ki, öz doğruluğunuzla uşaqlarınıza doğruluğu öyrədin. Nə ki, özünüz əyri danışasınız, başqa sözlər danışasınız. Allah uzaq eləyir, məsələn, söyüş söyəsiniz. Ondan sonra gələn uşağa deyəsən ki, əxlaqlı ola, ədəbli ola. Uşaqlar onsuz da Həzrət Peyğəmbər sallallahu nə buyurdu? Buyurdu, özünüzü tərbiyə edin. Uşaqlarınız onsuz da sizə oxşayacaqlar. Çox gözəl sözdür. Çox gözəl sözdür. Bəzilər uşaq ana, ata görmür. Uşaq dünyaya gəldi, ana getdi. Onsa İslam deyir ki, qadın evdə olmalıdır. Uşaqlarına tərbiyə vermək. Qadın bəşər mürəbbisidir. Qadın bəşər tərbiyəçisidir. İnsan cəmiyyəti fərdlərdən təşkil tapır. Fərdlərlə fərd inkişaf eləmiş formada dünyaya gəlmir ki. Əvvəl uşaq olur. O uşaq təməllərində onu tərbiyələndirən analardır. O analar ki, o uşaqlar dünyaya getirirlər. Onlar əgər öz məhəbbətlərin uşaqlarına göstərməsələr, öz rəftarını uşaqlarına göstərməsələr, uşaq niyə görə cəmiyyətdə ana məhəbbəti, valideyn məhəbbəti azalır? Nisbətən ana məhəbbəti azalır. Daha çoxlu görükür. Niyə? Əvvəl ana südünü görmür. Ana südü görmür. Anasının sinəsindən süd əmmir ki, uşaq. O birincisi. İkinci, ana görmür. Ana görmür. Niyə? Uşaq görür ki, ailə səhər açıldı, bunu apardılar, qoydular bağçaya. Başqa bir qadının rəftarı ilə və əxlaqı ilə, ədəbi ilə uşaq tərbiyə olur. Buna nə ana məhəbbət olacaq? Aydın olacaq bunun məhəbbət. Ana görmür ki, onun üçün adiləşib, soyuyub. Bunlar yox, bunlar olmaz. Bunlar insan, yəni yetişdirmək yolu, bunlar zərbələrdir. Qadın evdə olmalıdır. Qadın evdə öz uşağının yanında, hər bir halda uşağının yanında olmalıdır ki, ona məhəbbətini göstərsin. O məhəbbət, iki şey həyatdır. İki şey həyata səbəb olar. Biri sudur. Su olmasa həyat olmaz. Allah Teala Quranda buyurur ki, وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ. Biz hər bir şeyin diriliyi üçün suyu həyat qərar vermişik. Yəni hər bir şey istəyir, dirilərdən, həyata sahib olan şeylərdən, təbiət, insan, heyvan, sudur həyata səbəbdir. Bir də məhəbbətdir. Məhəbbət olmasa heç bir ana öz balasına
Məhəbbət kelimesi heç ümumən bəşərin kökü kəsilər ki, heyvanların da kökü kəsilər. Heyvanlar da yaşamazlar. Görürsən, bir toyuq, adi halda toyuq imkan yerində olan daha da yaxşı bilir. Görürsən, qaçır insandan. O ki, yatdı, bala çıxartdı, 180 dərəcə dəyişir toyuq. Görürsən, balasını əli uzadanda qalxır məsələn insanlar vurur. Təbii ilə vurur. O qorxan toyuq ki, insandan neçə dəfə yüngüldür, bəlkə 10 dəfələrlə yüngüldür, 100 dəfələrlə yüngüldür. Amma görürsən, insanın necə vurur insan balasına görə. Heyvanda bu şey də var. Yəni, insanda da. İnsan gərək özü öz balasını ki, dünyaya ki, gərək onu yanında olan. Məhəbbətini ona göstərək. Orada bəhsləri dedi ki, heyvanda olan məhəbbət düzdür ki, bir anlıq yaranır. Heyvanda hətta məhəbbət var ki, xoruzu biz nümunə gətiririk əvvəlki bəhslərdə. Və diri heyvanda müvəqqətidir. Heyvan, toyuq öz balasını çıxartdı, böyütdü, artıq görürsün ki, cücələr öz həyatına getdilər, artıq toyuq öz həyatına, sanki bu cücələr onun balası deyil. Heç elə bir şey olmuyor. Məhəbbət soyudur. Amma insanda elə deyil. İnsanda dünyada, bərzəxdə və axirətdə o məhəbbət var. Məhəbbət var. Bəs bu qədər əhəmiyyətlidir ki, biz bu dünyada, bərzəxdə və axirətdə bu məhəbbət olacaqsa, çox əhəmiyyətlidir ki, valideynlər gərək, analar xüsusən öz uşaqlarından məhəbbətini göstərir. Ona görə evli olsun. Başqasının tərbiyəsini böyüyən, onu yad gələcək. O qədər görməyib, baxın, məhəbbət. Ana bəşər tərbiyəçisidir. Gərək bu şeylərdən eynilər, diqqətli olarlar. Bəli. Peyğəmbər sallallahu buyurdu ki, əlbəttə Həzrət Əleyhisselam axır, Peyğəmbər sallallahu hədisinin axırıdır, inşallah bəhsimiz tamam. Həzrət Peyğəmbər sallallahu buyurdu ki, 3-cü hissəsində bir hədis dedi, 3 dənə şaxası var idi, 3-cü hissəsində bu oldu ki, yuraqibukum fil axirəti əməluh. Yəni, onun əməli sənin axirətə olan rəğbəti çoxaldır. Dünyaya bağlamayaq. Kimlərlə biz dostluq eləyək? Onun görünüşü sənə Allahı xatırladır, danışığı elmi artırır və əməli axirətə olan rəğbəti çoxaldır, dünyaya ürəyi bağlamayaq. Yəni, burada da bir dənə qeyd var, məfhum var. Hər kəs gördün dünyaya bağlıdır, hətta alimlər barəsində deyir. Hər vaxt deyir, İzə rəaytumul alimə məftunən bidünyahu, alimi görür ki, dünyasında məftundur, elə tikir, dindən danışar ağzı, tikir üstə, oradan birin, buradan birin. də yəni normal kişi nə olar? Olar. Amma normadan çıxıb artıq. Danışığı ilə, zöhdü ilə, zöhddən danışır, özündə zöhd görükmür. Fəttəhimuhu fi dinikum. O alimi öz dininizdə ittiham edir Peyğəmbər sallallahu aleyhi ve sellem. Yəni deməyin ki, deyin ki, sən bizim dində deyilsən. Yəni yalan danışırsan. Peyğəmbərin sözüdür. Bəs Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əməli sizi ahirətə rəğbətləndirər. Deyir bu hədisi, Peyğəmbərin bu hədisinin Həzrət Əleyhisselamın başqa bir hədisi ilə təfsir edir. Nədir o da? O da bundan ibarət ki, Peyğəmbər Həzrət Əleyhisselam buyurur ki, qabaq hədisinin arxasında buyurur ki, وَنَدَبَكَ إِلَى أَفْذَلِ الْأَعْمَالِ بِحُسْنِ أَعْمَالِهِ. Yaxşı insan, yoldaşlıq eləmək, yaxşı insan o şəxsdir ki, səni öz yaxşı əməli ilə ən yaxşı əməllərə dəvət edir. Öz yaxşı əməli ilə sən, yəni deməyə təkcə, hədislərdə mən bundan qabaq günlərə dedim, Həzrət imamlarımızda bizim hədis var ki, buyururlar ki, kunu duatən nasi iləykum bi qeyri əlsinətikum. İnsanları özünüzə çağırın, amma dilinizlə yox. İnsanları özünüzə əməli üzrə çağıranlardan olun. Təkcə dildə hamı da yaxşı danışır da bunu hamı görür. Yəni əməldir. Əməl də eşidilən bir şeydir. Bizim bəhsimiz var da eşitmək, görmək. Hansı müqəddəmdir ki, görmək. Bəs Əhl-i Beyt əleyhissalam da eşitmək yox, görməyi daha çox qabağa çəkir. Eşitməli şeylərdə görmə cəmbəsindən bizə çatdırırlar. Həzrət Əleyhissalam buyurdu ki, o dostlarla, o yaxşı insanlar ki, əməlləri barəsində, onlar öz yaxşı əməlləri ilə səni yaxşı əməllərə çağırır. İnsan hər kəslə yoldaşlıq eləsə, onun rənginə boyanır. Yaxşı əməl sahibi olsun, görərsən ki, yaxşı əməl sahiblərini oturub durursun, görərsən yaxşılaşmısan. Əvvəl pis adətlər olur, tərk eləmsən. Xülasə, onlar hamısı nəyə çatdırır? Eşitmə və görməyə barəsində idi. Çünki görmək insanda daha çox təsiri var. Həzrət Peyğəmbər sallallahu bir dənə hədis dedi, balaca bir hədis dedi. 3 dənə şaxası vardı, ikisi görməyə aid idi. Biri də eşitməyə ki, o eşitməndə görmə tərəfi də var. Həzrət Əleyhisselamın 2 dənə hədis gətirdi. Bir dənə hədis gətirdi, əlbəttə 2 cəmbəsi var, 2 tərəfi var idi. Onlar da dedi. Xülasə söz budur ki, bəs insanın tərbiyə olunması 2 yollandı. Quran bunu bizə deyir.
Əsas iki yollandı, əksəriyyət bu iki yollandı və burada yaşın heç bir təsiri yoxdur. Düzdür, əlbəttə, yaşı az olan uşaqlar, məsələn, daha çox, daha tez, rahat götürə bilirlər. Çünki insan təşbih edirlər ağaca, ağac nazik olan vaxt, təzə əkilən vaxtda hər tərəfə səsini əymək mümkündür. Artıq yaşlandı, artıq çətindir. Ağırlaşdı, bərkidir, gövdəsi qalınlıdır, artıq çətindir. Düzdür ki, ağac belədir, amma insan belə deyil. İnsan istəsə tərbiyə olar. İnsan hər yaşda gəlsə tərbiyə olar. Bəs bildik ki, insan tərbiyəsi əsas iki yollandır. Odur ki, Quran bizə deyir bunu. Eşitmək və görmək yolu ilə. Görmək daha çox təsirə malikdir. Biz bunu Peyğəmbərin hədislərindən və çoxlu hədislərdə, başqa hədislərdə var. Onlardan istifadə edirik. Həzrət Əleyhisselamın da müəyyid olan, təyidli hədislər gətirdik və dedik ki, bəs əgər görmək daha təsirlidirsə, uşaq da birinci ailə mühitində tərbiyə olunursa, bəs valideynlərin birinci işi budur ki, neynəsinlər? Öz zahiri görünüşlərine diqqət eləsinlər. Öz danışıqlarına diqqət eləsin. Uşaqlar buradan doğruluğu görsün. Doğruluğu görsün. Görmək bunu dərk eləmək mənasında. Uşaqlar onların doğruluğu görsün. Kimlərlə yoldaşlığı ilə ailə bir-birinin yoldaşı demək olar. Mən atamla yoldaşım, falan kəs anası ilə yoldaşdır. Yoldaşlıqda da yenə də bizim haqqımız yoxdur ki, hər nə gəldi danışaq. Peyğəmbərin hədisi burada da şamildir ki, valideynlə uşaq istər-istəməz yoldaşdırlar. Nə təkcə biz özümüz zahirimizi uşaqlar üçün düzəldək, danışığımızı düzəldək, gərək əməlimiz də sözümüzün müəyyidi olsun. Danışdığımız sözlə özümüz əməl eləyək ki, əməllərimiz özü görməklə, görünməklə bir əsər qoyacaq, sözümüz də başqa bir əsərə sahib olacaq. Bugünkü bəhsimiz də bura qədər idi. Elə biləm bəhs eləyər. Allah təala bizi inşallah ilahi ədəblə və övladlarımızı da əlbəttə ilahi ədəblə ədəblənmiş və ədəblə yaşamış və bu ədəblə dünyasını dəyişmişlərdən qərar versin inşallah. Həqiqətən ilahi ədəb insan üçün baş ucalığıdır. İlahi ədəblə hər kəsi görsün, insanların ona baxışı müqəddəsdir. Başqaları ona bir əyrini, yalanı nisbət verəni görsən qəbul edirlər. Rahatçılıqla qəbul edirlər, insana deyir, olanmaz. Falan kəsin barəsində danışmaq mümkündür. İndi belə görün, kənardakı şəxslərə belə görünən şəxs evin daxilində daha çox təsiri var. Allah təala bizə inşallah belə ədəb sahiblərinə olmağa nəsib eləsin və Ramazan ayıdır yenə də ölənlərimizə rəhmət eləsin, ruhlarını şad eləsin. Bu ayın şəhidi Həzrət Əleyhisselamdır. Şəhadəti qabaqdan gəlir və ölənlərimizi Həzrət Əleyhisselamın qonşuluğunda, süfrəsində qonaq qərar versin inşallah. İnşallah Allahın tövfiqatı ilə fürsət olduqca biz bu bəhsləri inşallah çəkib yerləşdiririk. Növbəti bəhsdə görüşənə qədər vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.